Salam aleyküm, hər vaxtınız xeyir gözəl insanlar. Bax, bu gördüyünüz kitayskrozadır. Əkilmə qaydasını göstərəcəm. Dipçək, torpaq buradadır. Demək, bax, bunun burada bu qədər deşikləri var. Siz də hansı bir qabdan qaba çevirəndə, bunun gördüyünüz kimi burada 4 dənə deşiyi var. Əlavə yanlarına deşik açmaq lazımdır. Səbəb budur ki, daha çox havalansın. Daha çox havalanması üçün. Başqa bir səbəb yoxdur orada. Rütubəti qalmasın deyə. Buradan əlavə ən azından 3 dənə deşik açılmalıdır. Və deşiklər həddindən artıq deşik olsun ki, havalanması daha çox olsun. Bu formada deşikləri açdı. Burada qeyri-adi bir şey yoxdur. Görürsünüz, yanlardan deşikləri açdı. 3 dənə deşik açdı. 4 dənə altında deşik var. 7 dənə deşik olur. Normativdə belə qablarda 15-16 dənə deşik olur. İkinci səbəb nədir bu deşikləri açmağın? Bu qab bura oturanda, tərəqab bura oturanda alt bağlanır. Ona görə rütubət saxlayır. Ona görə bu yanlardan deşiklər açılır ki, havalanma daha çox olur. Hələ naborat bunu biraz yuxarı qaldırmaq olsa daha yaxşı olur. Bu bitki getdi. Torpağımız var buradadır. Zəngin bitki üçün olan torpaqdır. Və əlavə torpaq açılacaq burada. Bir qırıq yeniləmək üçün dipçəyin alt hissəsinin yüngülvari torpaq vurulur və gülün çıxarılma qaydası. Qeyri-adi burada bir şey yoxdur. Sadəcə bunun torpağını, qabını dəyişəndə bir müddət bu çiçəklər tullaya bilər. Və bir müddətdən sonra yenə özünü toparlayır. Burada qeyri-adi bir şey yoxdur. Bax, bu formada çevirdik. Görürsünüz, bunun altında nə qədər deşik var. Ona görə bacardığınız qədər dipçəklərin altının deşiyini çox edir. Görürsünüz, sağlam gözəl şəkildədir. Sadəcə bunu yerləşdirdik bura. Görürsünüz, biraz aslında dərnəkidir ki, o yeni torpaqla təmas qursun. Burada torpaqladır və qoyduğunuz yer 100% bol günəşli yer olmalıdır. Bu formada qəşəng səliqəli qəşəng torpaq və torpaqlayanda da heç vaxt torpağının yanlarını həddindən artıq sıxmayın. Yüngülvari belə oturtduğu torpağı və ondan sonra bol-bol sulayın. Əgər qaldı burada bir məsələ, əgər burada çiçək hansı ki açıq solursa da, məsəl üçün bu günlər açıb, bundan qabaqki gün açan bax budur. Çiçək açıb solandan sonra bax bunları kəsmək lazımdır. Bunları heç vaxt üzərində saxlamayın. Nəinki bunları, ümumiyyətlə güllər çiçək açanda onun ana zoğlarını heç vaxt saxlamayın. Və qoyduğunuz yerdə mütləq şəkildə bol qəşəng günəşli yer olmalıdır. Bol günəşli yer. Bax belə. Görürsünüz. Sağlam, gözəl şəkildə bir dəfə beləcəni əkirik, sizin üçün təhvil veririk. Amma yenə deyirəm, qoyduğunuz yer mütləq şəkildə bol günəşli. Qaldı bu gözəllərə, bax siz görürsünüz. Bax, hazır da, hazır dipçəklərdədir. Sadəcə alırsınız, aparıb nə cür saxlanmalıdır, nə cür qaydada qulluq eləmək lazımdır, hər birisini başa salın ki, rahat da siz də buna qulluq edə bilərsiniz. Belə, heç bir sirri yox, heç bir şey yox.